Qaraçuxur qəsəbəsində 5 otaqlı mənzili təqdim etməyə gəlmişik. Dostlar, mənzil tam təmirsizdir. Kim təmirsiz mənzil axtarırsa, yəni şəxs öz üçün alsın, təmir eləsin, ən yaxşı variantlardan birini təqdim edəcəm. Nəyə görə ən yaxşı variant dostlar? Qiyməti bazar qiymətindən aşağıdır. Yerləşmə yerdəki Qaraçuxurda ən yaxşı yerlərdən biridir. Qaraçuxur məscidinin arxası ərazidə tanıyanlar bilir. Burada yaşayanlar buranı bilir. Deməli, Tatlı un məmulatların qarşısı, 146 nömrəli məktəb, bağça, böyük ticarət obyektləri hamısı evin yaxınlığında yerləşir. Məhəlləni göstərək. Geniş məhəlləsi var, mərkəzi yolun üstündədir. Skvaznoy mənzildir dostlar, hər iki tərəfə balkonu var. Hal-hazırda dayandığım balkonu, hardasa 12 metrəlik uzun bir balkonumuz var. Leningrad layihəli mənzildir. Lifləri də qaydasındadır, təzə liflər quraşdırılır. 9 mərtəbəli binanın 9-cu mərtəbəsi. Sənədlər də ki, tam qaydasında, heç bir problemi yox. Alqı-satqı günü də mənzilin açarlarını alıcımıza verəcəyik. İndi istəyirəm dostlar, mənzilin daxili ilə sizi tanış edeyim. Mənzilin qiyməti 152 min manatla satışa çıxıb. Həqiqətən qiymət çox münasibdir dostlar. 152 minə, yəni bu ərazidə Qaraçuxurda 5 otaqlı mənzil tapmaq qeyri-mümkündür. 152 min manat, sənədlər də tam qaydasında, Leningrad layihəli mənzil, 9 mərtəbəli binanın 9-cu mərtəbəsi, Qaraçuxur qəsəbəsinin ən gözəl yerlərindən biri, yəni mərkəzi yerdir. Məktəb, bağça, böyük ticarət obyektləri hamısı evin yaxınlığında yerləşir. Neftçilər metro stansiyasına 10-12 dəqiqəlik məsafəsi var. Bakıxanov qəsəbəsinə də çox yaxın bir məsafədə yerləşir. Bakıxanov ticarət mərkəzinin yanından, yəni bu evin yanına hardasa 3-4 dəqiqəlik məsafəsi var. Yəni çox gözəl yerləşmə yeri var dostlar. Rahat, istəyir marşrut xətti olsun, istəyir böyük ticarət obyektləri olsun, məktəbi olsun, bağçası olsun. Yəni bütün infrastruktura yaxın ərazidə yerləşir. Məhəlləsini də göstərdim dostlar. Geniş məhəlləsi var. 152 min manat dostlar. Allah xeyir versin. Qiymət çox münasibdir məncə, yəni cibə uyğun bir qiymətdir. 5 otaqlı mənzil axtaranlar üçün əla bir variantdır. Dostlar, zənginizi gözləyəcəm. Sağ-salamat qalın. Allah sizi var eləsin. Sağ olun.